Gənclərdə insult halları niyə artır? Bir zamanlar insult əsasən yaşlı insanların xəstəliyi hesab olunurdu. Lakin son illərdə 30-50 yaş arasında insult keçirənlərin sayı artıb. Bunun səbəbi təkcə yüksək təzyiq, şəkərli diabet, ürək ritm pozuntuları, yüksək xolesterin və ya siqaret deyil. Müasir həyatın gətirdiyi görünməz risklər də beyin damarlarına ciddi təsir göstərir. Depressiya. Elmi araşdırmalar göstərir ki, depressiyası olan insanlarda insult keçirmə riski daha yüksəkdir. Çünki depressiya həm hormonal sistemə, həm də ürək-damar sağlamlığına mənfi təsir göstərir. Yuxusuzluq. Yuxusuzluq beynin səssiz düşmənlərindən biridir. Stress. Xroniki stress zamanı orqanizmdə adrenalin və kortizol hormonları uzun müddət yüksək qalır. Bu isə təzyiqin artmasına, damarların zədələnməsinə, qan laxtalanmasına meylin yüksəlməsinə səbəb olur. Sürətli həyat tempi, daimi gərginlik, emosional yüklənmə, hər an əlçatan olma məcburiyyəti və istirahətin azalması gənc beyinə ağır yük yaradır. İnsult adətən birdən-birə yaranmır. Beyin çox vaxt aylarla, hətta bəzən illərlə xəbərdarlıq siqnalları verir. Buna görə nevroloji sağlamlığınızı qorumaq çox vacibdir. Sağlam beyin təkcə yaxşı qan dövranı deyil, həm də keyfiyyətli yuxu və stressin düzgün idarə olunması deməkdir.